Uşaqlıqdan görmə əlilliyi olmasına baxmayaraq, Xəyalə Abdullayeva həyatın bütün sınaqlarına mətinliklə sinə gərib. Görmə qabiliyyətinin olmaması onun yolunu kəsməyib, əksinə iradəsini daha da gücləndirib. Ən başlıca çətinliyim elə o məktəbə başlamaq oldu. Çünki ailədən uzaq qalmalıydım, ailəm rayonda yaşayırdı, mən isə məktəb yatılı idi və orada qalıb təhsilimi almalıydım. İlk illəri çətin keçsə də sonradan adaptasiya oldum, artıq sosiallaşdım. Kompleksim vardı, təbii ki də, məsələn, şəhərdə tək hərəkət eləmək mənim üçün çox çətin idi. İlk zamanlar bütün nəzərləri öz üzərimdə hiss eləyirdim, hər kəs mənə baxırmış kimi hiss eləyirdim, əlimə basın olanda. Amma günə bu gün bu kimi bir komplekslərim yoxdur. Xəyalə əvvəlcə orta təhsilini uğurla başa vurub, sonra isə ali məktəbdə oxuyaraq bilik yolunda inamla addımlayıb. Bununla kifayətlənməyib, magistr pilləsinə qədər yüksəlib. Psixologiya ixtisasını seçməkdə məqsədim bu oldu ki, mən bu çətinlikləri keçmişəm, amma artıq insanlara dəstək olmalıyam və mən cəmiyyət içində olmalıyam ki, həm bizdən xəbəri olmayan insanlar bizləri tanısın, mən özümlə bərabər başqa inteqrasiya olmaq istəyənlərə də dəstək olum. Əsas çətinlik başlamaq idi, imtahan vermək, qəbuldan keçmək və s. Mən bunları keçdim. Dərslərin də ötəsindən gələrəm ki, zaman keçdikcə artıq qrup yoldaşlarımla tanışlıq, onların mənə dəstəyi. Bundan sonra artıq adaptasiya oldum və düşündüm ki, bitirməliyəm. Bitirdim, düşündüm ki, yenə də dayanmalıyam, magistra hazırlaşdım. Magistra heç bir kursa, heç bir müəllimin yanına getməmişəm. Sırf özüm internetdən dərslərə baxaraq hazırlaşmışam. 100-lərindən 60 bal toplamışdım. Müəllim mühazirələri izah edəndə ona diqqətlə qulaq asdırdım, çalışırdım ki, əsas dərsi orada mənimsəyim. Ondan sonra təbii ki, bu yetərli deyildi. Ondan sonra qrup yoldaşlarımdan xahiş edirdim ki, özləri dərsi oxuyanda səslərini yazsınlar və mənə atsınlar, WhatsApp üzərindən atırdılar. O şəkildə səslərdən dərsləri öyrənirdim. Çətinliklərə baxmayaraq hər zaman cəmiyyət içində olan zərif qəhrəmanımız insanların ona qarşı olan davranışından da danışdı. Daha əvvəllər daha çox, necə deyim, belə pis yanaşmalar var idi. Kimisi qorxub qaçırdı, kimisi belə aşağılayıcı baxışlarla baxırdı, yazıq kimi, bunun burada nə işi var, belə deyənlər olurdu. Amma günümüzdə daha çox inkişaf edib bu vəziyyət, artıq normal qarşılayırlar. Hazırda magistr təhsili ilə bərabər Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllü olan əngəlsiz dostumuz hər zaman yeniliklər axtardığı üçün bura gəldiyini bildirdi. Marağım var idi, istəyirdim və düşünürdüm ki, artıq bir yerdən başlamaq lazımdır. Yəni, oxudum, təhsilimi aldım, hər şey çox qəşəngdir. Amma artıq mən daha fərqli kollektivdə olmalıyam, daha fərqli bir cəmiyyətə atılmalıyam. Yəni, biz daim eyni yerdə olsaq inkişaf edə bilmərik. Araşdırdım, mənim üçün ən uygunu, inklüziv mərkəzin olduğunu düşündüm. Mənə hamı deyir ki, sənin hansı istedadın var? Mən də deyirəm, nitqim, danışmağım. Çox təəssüf ki, əl bacarığım və yaxud da ki, musiqi duyumum yoxdur. Çox istərdim onu da olsun. Amma daha çox düşünürəm ki, bacarığım, danışığım yönündədir. Onun üçün səhnə ifaçılığımı, qiraətimi, bu fəaliyyətlərdə düşünürəm irəliləməyi. Qəhrəmanımız ətrafındakı insanlara nümunə olmağı bacarıb. İstedadı, əzmkarlığı həyat eşqi ilə sübut edib ki, heç bir maneə insanın arzularına gedən yolda əngəl ola bilməz.